Əmək mühafizəsi üzrə təlimatlandırma iş yerlərində sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi, işçilərin qəzalardan qorunması və potensial risklərin qarşısının alınması məqsədilə işçilərə təhlükəsizlik qaydalarının izah edilməsi prosesidir. Bir çox hallarda təlimatın hansı növlərinin keçirilməsi və necə keçirilməsi barəsində çoxlu suallar verilir. Əmək mühafizəsi üzrə təlimatlar giriş və iş yerlərində olmaqla bəsit formada iki yerə ayrılır. Giriş təlimat. Müəssisəyə daxil olan və ya müəssisəyə ezam edilən fəhlə və qulluqçularla və digər şəxslərlə məcburi qaydada təhlükəsizlik texnikası üzrə giriş təlimatlandırma keçirilməlidir. Giriş təlimatı müəssisənin əmək mühafizəsi üzrə mühəndisi və ya onu əvəz edən şəxs aparmalıdır. Giriş təlimatı eyni peşədən olan işçi qrupları həm də müxtəlif ixtisaslı işçilər üçün eyni vaxtda aparıla bilər. İş yerlərində keçirilən təlimatlar. İş yerlərində keçirilən təlimatlar ilkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik olmaqla 4 yerə ayrılır. İlkin təlimat. Müəssisədə işə yeni daxil olan və ya bir istehsalat sahəsindən digər istehsalat sahəsinə keçən fəhlə iş yerində işə başlamazdan əvvəl işin təhlükəsiz görülməsi üzrə ilkin təlimatlandırma almalıdır. İş yerində təlimat keçməkdə məqsəd işləyən hər bir fəhləyə təhlükəsiz iş şəraitinin xüsusiyyətlərinin müfəssəl surətdə öyrətməkdən ibarətdir. Təlimata keçərkən təlimat üzrə bütün məsələlər dərindən izah edilməli, işin təhlükəsiz görülməsi qaydası əyani şəkildə başa salınmalıdır. Fəhlə iş yerində ilkin təlimatlandırma proqramına uyğun məsələlərin hər biri ilə ətraflı tanış edilməli və təlimatı yaxşı formada mənimsəməlidir. Vaxtaşırı və ya dövrü təkrar təlimat. Öz peşəsi üzrə ixtisasından və iş təcrübəsindən asılı olmayaraq bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla hər növdə təhlükəsiz iş qaydaları və üsullarının aparılması ilə əlaqədar dövrü təkrar təlimatlandırma keçirilməlidir. Dövrü təlimatlandırmaya dair biliyin yoxlanılması və fəhlələrin yaddaşında qazanılmış biliyin möhkəmləndirilməsi məqsədi güdür. Fəhlələrin təkrar təlimatlandırılması onların rəhbərləri tərəfindən aparılır. İşçi təlimatı mənimsəyə bilmirsə, onu təkrarən təlimatlandırmaq lazımdır. Növbədənkənar təlimat. İşçilərlə təhlükəsiz iş qaydalarının və üsullarına dair növbədənkənar təlimatlandırma keçirilməsi texnoloji proseslərin, avadanlıqların, xammal və materialların dəyişilməsi ilə əlaqədar işin təhlükəsizlik xüsusiyyəti dəyişildikdə, bəzən işçilərlə işin təhlükəsizlik qaydalarına və üsullarına dair lazımi səviyyədə təlimatlandırma aparılmadıqda, peşə xəstəliyi və bədbəxt hadisələr baş verdikdə, haqqında görülmüş ölçüdən asılı olmayaraq işçi təhlükəsizlik texnikasına dair təlimatı və qaydaları pozduqda, işdə 30 təqvim günündən çox fasilə olduğu halda, işçinin, şəxsin özü müraciət etdikdə, işçi başqa işə keçirildikdə aparılır. İlkin və dövrü təkrar təlimatlandırma keçmək xidməti vəzifəsinə daxil olan işçilərlə də təhlükəsizlik texnikası üzrə növbədənkənar təlimatlandırma keçirilməlidir. Birdəfəlik təlimatlar. Müəssisədə birdəfəlik işləri yerinə yetirən, müəssisədə vəzifəsinə aid olmayan işləri yerinə yetirən və yüksək dərəcədə təhlükəli şəraitdə işləmək tapşırığı alan bütün fəhlələrlə birdəfəlik təlimatlar keçirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.